Artıq müəyyən müddətdir ki, Xəzər suyunun geri çəkilməsi müşahidə olunur. Gördüyünüz bu quru ərazilər də buna tam sübutdur. 2050-ci ilə qədər isə Xəzər suyunun 1 metrə qədər azalacağı bildirilir. Sahil yanı ərazilərdə dənizin geri çəkilməsi nəticəsində yeni torpaq sahələri üzə çıxır. Bəzi yerlərdə isə sahil xətti onlarla metr irəli çəkilir. Bu vəziyyət yerli sakinlərlə yanaşı mütəxəssislər arasında narahatlıq doğurur. Mövzu ilə bağlı açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, Xəzərdə suyun azalmasının əsas səbəbi dənizə axan çaylarda su səviyyəsinin azalmasıdır. Xəzər dənizinin səviyyə düşməsinin əsas səbəbi Xəzərə axan çayların sululuğunun azalmasıdır. Xəzərə gələn çaylar, xüsusilə Volqa çayı, hansı ki Xəzərə suyunun 80%-dən çoxunu gətirir, öz axımını xeyli azaldıbdır. Kür çayında, Ural çayında da çox ciddi azalmalar var. Hesab olunur ki, bu azalmaların əsas səbəbi bir tərəfdən iqlim dəyişmələri olsa da, digər tərəfdən insan amilidir. Yəni biz iqlim dəyişmələrini hər bir məsələdə günahlandırmamalıyıq və biz onu nəzərə almalıyıq ki, Xəzər qapalı göldür və Xəzərə gələn suların azalması onun səviyyəsinə birbaşa təsir edəcək. Ona görə də Xəzəryanı ölkələr bir araya gəlməlidirlər. Bu problemi ciddi bir şəkildə müzakirə edib müəyyən öhdəliklər götürülməlidir. Yəni Volqa çayı üçün, Ural çayı üçün, Kür çayı üçün axımın bərpa olunması öhdəlikləri götürülməlidir. Xəzərin suyunun azalması təkcə ekoloji deyil, eyni zamanda sosial-iqtisadi problemlərə də yol aça bilər. Bu səbəbdən problemin qarşısının alınması üçün regional və beynəlxalq səviyyədə tədbirlərin görülməsi zəruridir.